Karşıdan gelen yeni ilimiz mübarek olsun. Değerli izleyicilerim, hoş gördüm herkesi. Bugün sizlerin karşısında en sevdiğim evlerden birindeyim. Bugün sizlere Mərdəkanda 7,5 sotun içinde 300 kvadratlık güzel bir ev təqdim edeceğim. İnşallah bu yenilip bu evde sen qeyd eləyərsən, bu ev sənə qismət olar. 17 metre uzunluğu olan, 4 metre yarım eni olan nəhəng bir hovuzu var. Allah hər birimizə belə gözəl, belə qəşəng evlərdə yaşamağı nəsib eləsin inşallah. Amin deyək, videomuza davam eləyək. Həyətində rahatlıqla 4-5 maşın saxlaya bilərsiniz. Üstü bağlı, yan tərəfi açıq olan garajı, söhbətgahı, besetkası, isti döşəməlidir bu arada. Tam mətbəx əşyaları qoyulub. İnşallah yaxından gəlib özünüz öz gözlərinizlə görərsiniz. Boiler sistemi var. Evdə boiler sistemi 2 ədəd kombisi var. Bu arada deməyi yaddan çıxartmışdım. 17 metrelik hovuz isti hovuzdur. Bunu da qeyd eləmiş olum sizlərə. Və həyətdə sanitar qovşağı. İndi gedək sizlərə bu gözəlliyi təqdim edeyim. 4 yataq otağı, 4 sanitar qovşağı olan evimizin təqdimatına başlayırıq. Gəlsən? Gəl. Hər biriniz xoş gəlmisiniz. Allah hər birinizə bax belə gözəl işıqlı evlərdə yaşamağı nəsib eləsin inşallah. Ruzunuz bol, canınız sağ olsun. 48 kvadratlıq zalını gördünüz. Multiklərdə kim oldu lap? 38 kvadratlıq, bəli, düzgün eşitdiniz. 38 kvadratlıq tam əşyalı, bütün avadanlıqları var. Qabyandan belə hər şeyi hazırdır. Yeni istifadə olunmamış və yanında çamaşırxanası, kamera sistemi hamısı qoyulub. Bu qapıdan o tərəfə isti döşəməlidir. Bu biri tərəfdə də banka falan yığa bilərsiniz. Polnayan yeri var. Buradan göstər bir dənə buranı da. Getdik yataq otaqlarına. Bu nədir belə qardaş? Vallahi səmimi deyirəm. Bu evi bəlkə bir 3-cü dəfə çəkirəm. Amma yenə də mənim, yəni necə sizə ifadə edeyim bilmirəm. Yəni yenə də məni təəccübləndirir bu ev. Hər gələndə bir daha evə aşiq oluram. Bir dənə özünüz bu gözəlliyə baxın. 4 metr hündürlüyündə. Patoloku buradan, hovuz mənzərəsi. Hər bir yataq otağı həyətə baxır, hovuzu görür. Adi bu detala bir dənə fikir verin. Bu evdə adam qocalmaz. Gəl bu evi al, cavan qal. Videomuz uzanmasın deyə sizlərə cəmi 2 dənə yataq otağını təqdim edirəm. Bu birinci yataq otağı və sanitar qovşağı yoxdur bu yataq otağında. Amma qalan o biri yataq otaqlarında sanitar qovşağı var. Amma mən deyim ki, mənim ən bəyəndiyim otaq bu otaqdır. Bu arada pəncərələr hamısı alüminiumdur. Bunu da qeyd eləmiş olum sizlərə. Vallahi bu evdə adam qocalmaz. Allah xeyir versin. Hər kimə nəsib olacaqsa, sizə nəsib olacaqsa xeyirli, uğurlu olsun. İnşallah yeni ili bu evdə qeyd eləyərsiniz. Allahın köməliyi ilə. Bu evin qiymətini 750 min manat start deyirəm. Tam kupça paketdir. Evin də, torpağında, sənədləri qaydasındadır. Kommunal xətləri hamısı çəkilib. Bir dənə nə qalıb? Kanalıma abunə olmamısan. Abunə ol. Görüşmək ümidi ilə. Hələlik.